Azərbaycan yığması ilə oyundan həzz almaq istəyirik. Fransa millisinin futbolçusu İbrahima Konatenin Dünya Çempionatı 2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil edilən mətbuat konfransında dediyi sözlər gerçək oldu. Onun nisbi mənada dediyi bizi çətin oyun gözləyə bilər sözləri də dəqiq oldu. Bəli, millimiz Konate və dostlarını Fernando Santos dövründə başdan ilk görüşdə təəccübləndirməyi bacarmışdı. Səmimi olacağam. Birinci maçda çətinlik çəkdik. Bizim də Bakıda öz hədəflərimiz var. Bunun üçün mübarizə aparacağıq deyə Konate bildirmişdi. Millimizlə oyundan xalla qayıtmaq istəyən xoruzlar istəklərinə çatdılar. Amma Ayxan Abbasov dövründə bu uğur daha çətin mübarizədə əldə olundu. Fransızları şokdan Jean-Philippe Matetanın fərdi ustalığı çıxartdı. Sonrası necə oldu? Bunu əyani olaraq hamınız gördünüz. Azərbaycan yığma komandası futbol oynamağı bacardığını bir daha göstərdi. Bunun bir daha şahidi olduq. Onu da gördük ki, keyfiyyətimiz bir yerə qədər çatır. Fransa yığması kimi Avropa nəhəngi ilə başa-baş 17-ci dəqiqəyədək oynaya bildik. Bundan sonrasını isə millimiz gətirə bilmədi. Amma uğurlu gələcək. Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov da futbolçuların bu oyundakı çıxışının inam yaratdığını vurğuladı. O, komandanın bu maçla vacib mesaj verdiyini dedi. Stat: Bu oyunla bizim futbolçulara inam verdilər. Gələcək üçün ilham verdilər ki, hər kəslə mübarizə aparmaq olar. Statın sonu. Bəli, onu ilk növbədə dişimizə görə olan Millətlər Liqası oyunlarında görəcəyik. Hazırlaşmaq lazımdır. İtirilmişləri qaytarmaq üçün heyətə Krivatsuk, Emin, Rəhman, Bəhlul, Xəyal, Xaybullayev kimi milli nədir dərk edən futbolçular çağırılmalıdır. Milli komandaya ikinci dərəcə kimi baxanlar siyahıya salınmamalıdır. Namiq Abbasov, Today Press TV.